Qlaukomada qeyd etmişdik dərman müalicəsi. Dərman müalicəsi haraya qədər? Yəni nə vaxta qədər biz dərmanlarla davam edirik? Harda artıq bu bizim sərhəddi bitdi, dərmanı qoyacağıq qırağa və ya dərmanın yanında ikinci bir cərrahiyə keçəcəyik. Qeyd etmişdik bizim 3 ana qrup damcımız, bir dənə də tabletkamız var. Bunların üçünü də istifadə etdiyimiz halda əgər gözaxili təzyiq 20-də yuxarıdırsa, burada 2 nüans var. 3 damcını istifadə etdiyimiz halda təzyiq 20-dən yuxarıdırsa, əməliyyat. 3 dərmanı istifadə etdiyimiz halda təzyiq norma olsa belə, əgər dərmanlardan hər hansı biri xəstəni narahat edirsə və ya xəstənin özü çox dərman tökməkdən narahatdırsa, 3 dərman altında təzyiq normada olsa belə, 3-cü dərmanın istifadəsi də artıq nisbi olaraq əməliyyata göstəriş olur. Dediyim kimi, orada artıq xəstənin emosional halı və ya dərmanın xəstəyə vermiş olduğu diskomfort. Bunlar xaricində dərman istifadə elədik, artıq dərmanla biz istədiyimiz nəticəni əldə edə bilmirik. Təzyiq yenə də xəstəmizə zərər verməyə başlayıb və belə olan hallarda artıq biz əməliyyata qərar veririk. Bir haşiyə açım, bəzən xəstələr gəlir, doktor, elə olmazmı ki, bu dərmanların yerinə biz sırazı başlayaq əməliyyata? Əsla. Əməliyyat üçün əməliyyata qədər getməli olduğumuz yollar var. Onları mütləq yoxlayıb ondan sonra əməliyyata gedəcəyik. Və ya çox təəssüf ki, bəzən müşahidədə, praktikamda görürəm, xəstə gəlir, doktor, dünən filan yerdə olmuşduq, təzyiqimi ölçdülər, təzyiqim 40 idi, mənə təcili əməliyyat dedilər. Əgər təzyiqi yüksəyə qalxıb, heç bir dərman müalicəsi almamış bir xəstə varsa, əsla dərman müalicəsi yoxlanılmadan xəstəyə əməliyyat təklif edilməməlidir. Burada işin xüsusiyyəti nədir? Dərmanlarla müalicə daha proqnozlaşdırıla biləndir, daha idarə oluna biləndir. Amma əməliyyatlar proqnozlaşdırıla bilən deyil, asanlıqla idarə oluna bilən deyil. Yəni, qlaukoma əməliyyatları heç bir zaman birinci seçim olmamalıdır. Qlaukoma əməliyyatları məcbur qalınarsa, dərmanlar fayda verməzsə, belə olan hallarda artıq əməliyyata əl atılır, əməliyyat icra olunur. Əgər dərmanla istədiyimiz nəticəni əldə ediriksə, dərman istifadəsinə davam olunmalıdır.